qaralır, baş fırlanır, adam solur eşkiden. Gör dünyada neler olur eşkiden. Ben de serbest bir adamım, yoldaşam kadınlara. Polat kimi yüreğim var, sevgi hara ben hara. Adın nedir? Züleyha. Aşık olmazsan? Yok ha! Hiç bilirsen aşkınadır kişilerinin kelengi. Hiç bilirsen aşkınadır kişilerinin kelengi. Ben sevirem o adilem için yalan demeyi. Kadın kişi beraberdir, sevgi nedir, aşk nedir? Avaralık elmek için bunlar bir bahanedir. Adın nedir? Muhammed. Söz mü söz değil? Kalba. Başla. Ha, gel söyle. Elə bilginin öz yaşında, o adama sən acıqlana da bilərsən. Ondan söz götürə bilərsən. O radio da elədi, o stol da elədi. Sən bunların ağasısan. Amma bunlar sənin ömür yoldaşındır. Bütün ömrü boyu, bax ərin gedir, oğlun səni atır, qızın sənlə yaşayır, amma sənlə döyür ruhən, düz deyil. Onları bilirəm gəlir. Ona görə də onun münasibət... Yüngül özüm keçirəm. Yox, keçmə. Keçmək olur. Yüngül keçmək şey yapmışım. Dəqiq, bir dənə balaca qısaq olsun. Bugün alaq, əl çəkimsən. Dəqiqliyi ilə ver onu mənə, mən bilim ki, özülü var, əl çəkimsən. Salam aleyküm ay Nesime. Ha. Beni çağırtırıp özü yerinde yurdunda yok. Hiç bundan çıkmayan iş. Bahardı. Beh. Ecip. Güzel. Kağız çoğaz. Yaxşı otardı. Sağlığına otursun laf ya. Can, sen benim işkinim. Eşitün benim xətrimi ne çok istəyir. Qalacaqlı cümale sendin. Çok qalacaqlı. Yukarı başına vurup işkirimi. Allah! Alo! Salam aleyküm. Xeyr, mən Nəsibə bacı deyirəm, mən cənnətəm. Cənnət, bəli. Xeyr, yoxdur, gəlib çıxmayıb elə. Kimdir soruşan? Mütəllibdir. Lap yaxşı, lap yaxşı. Qohumusan, ha? Hə, neyini? Allah'ın əlli etsin şeytanı.
Bilmirəm, gələr deyərəm. Xuda hafiz, Xuda hafiz. Sesindən mülayim adam oxşadı. Rəhmətlik nənəm deyərdi ki, indi deməsin, torpaqsan yaşayım. Deyərdi, mən adamları sesindən tanıyıram. Mən də nənəmə oxşamışam. Nəsibə ki? Bismillah. Bəs Nəsibə hardadır? Mən də onu gözləyirəm. İndi harda olsa bir samata gələr. Bilmirəm. Bu Nasiyanın bu işlərindən laf acığını gəlir. Qoca qarıları başına yığır bunlarla. Nə söhbət eləyir, baş çıxartmıram. Ayım. Salam verir. Aleykümüz. Həsrətin qəlbimi yaxıb yandırır. Ey məndən xəbərsiz bilmirsən nədən. Arada olsan da ürəyimdəsən. Əgər qayıtmasan peşman olarsan. Bu kimdir az? Işıklı gündüzün döner geceye. Sen bu hakikati bilmirsen neden? Ardınca bir kötü terlan ahlar için bu ayrılıktan. Qayıt öz eşqinlə, öz niyyətində, qayıt mənə olan məhəbbətinlə. Əgər qayıtmasan, peşman olarsan, sən öz varlığına düşmən olarsan. Işıqlı gündüzün döner gecəyə, sən bu həqiqəti bilmirsən nədən? Əgər qayıtmasan, peşman olarsan, sən öz varlığına düşmən olarsan. Işıqlı gündüzün döner geceye, sen bu hakikati bilmirsen neden? Oy. Sesim yaman battı. Dünenki konsertten sonra dedin beni bu kadar okutmayın. Cemaat çekmek oy. Onun dərmanı məndə, başın haqqı. Az, bir cam dayanarmaya qanmırsan belə qabdı. Bir cam eşək sütünü qoyursan qaynamağa. Ondan sən yaxşı bilərsən. Bu yekəlikdə də sarımsaq kötüyünü əzib qatırsan onun böyrünə. Qarışdırıb odun üstündə bir burun qaynat, ötməsin. Ötdü heç nə. Ondan səhər tezdəndən ac qarnına onu içirsən. İsamat keçir başın haqqı. O quşun adı nədir? Bülbül, başın haqqı. Bülbül kimi cəhcəh vuracaqsan. Baxan ötən hayır olacaq. Zasaget çok sağ ol. Çok sağ ol. Ses açılmak için eşek sütüyle sarımsak karıştırıp içmek lazımdır. İntereсно, özü içipti göresen. Nenem yaşında arvad olmasaydı, я бы несколько слов сказала бы. Ну, жаль.
Bu Nəsibə harda qaldı ya? Balam univermari bazarı karış karış gezerim. Meykala müşterinin karşısında süzerim. Mal gelen magazinin kapısında yatarım. Ayakkabı aspirin her neredeyse kaparım. Balam beni yaxşı tanıyıp her zaman garzadıcı. Beni yaxşı tanıyıp her zaman garzadıcı. Adım diller astarı, kız bacıyım kız bacı. Adım diller astarı, kız bacıyım kız bacı. Sattığım mal bol olur, hem ucuz hem pahalı. İsteyirsen sen için kapılaşım signalı. İtalyan şaketleri bire 5 gidirirdi. Onlar kişi değilse bana diye gelirdi. Balam beni yaxşı tanıyıp her zaman garzadıcı. Beni yaxşı tanıyıp her zaman garzadıcı. Adım diller ezberi, kız bacıyım kız bacı. Adım diller ezberi, kız bacıyım kız bacı. Mənə bax, gözəl bacı. Artist bacı, səylənəm. Sənin eynivə bir paltar var. Bir paltar var, bəh. Elə bil 10 dəfə ölçüb, bir dəfə biçiblər. Yuxarıdan gel, aşağıdan dar. Yanları belə açıq. Gedəndə görürsən ki, qəşəng. Yanlar paltar tərpənir. Göydə gezir 700'e 800'e. Özüm 550 almışım, 50 manat koy üstüne vermen 600 manat. Necədir qadası? Nəqdişiyə fikirə getmə, 3 dəfəyə verərsən. 200. Sən yaxşı bilərsən, bu Fransız oxuyanı var ya, müğənni, Mir Məryəm xanım. Ay onun cəddinə qurban olun mən. Miri Məryəm yox, Miri Matiyəm. Ay sağ ol, bax o. Deyir ki, müğənninin zəngindir, repertuarı olmasa da, amma gerek zəngindir, qardirobu gerek olsun. Bəli, ona göre ki, eğer sen köhnə paltarda yeni mahnılar oxusan, heç əl çalan da olmayacaq, qulaq asan da olmayacaq. Amma qəşəng paltarda qardirobun ki düz oldu ya, köhnə mahnı da oxusan keçəcək. Diyecekler ki, əla müğənnidir, vış! Siz laf paltarşınassınız. Bəli, mən çoxdanın paltarşınasıyam. Mən cəmiyim. Bu da mən. Siz hamınız hoş gelmişsiniz.